Qızlar, davamlı niyə məni əsəbləşdirməklə məşğul olursunuz siz? Gedirəm, gəlirəm, DM qutuma baxıram ki, siz loser və öz üzərində işləmək istəməyən, sizdən çox-çox geridə qalmış kişilərə yatırım eləyirsiniz. Və mən oxuyuram DM qutusunda bu yatırımlar ya emosional yatırımlardır, 90% hallarda, digər 10% hallar isə məni daha çox şoka salır. Çünki hətta maddi yatırım eləyirsiniz bu tipli kişilərə. Və münasibətlərdə çoxunuz potensial görürsüz həmin kişidə, amma başa düşmürsüz ki, həmin potensial bu kişidə deyil, sizin özünüzdədir. Yəni əslində bir kişidə gələcək üçün gördüyünüz potensial, o nə isə edəcək ya da edə bilər deyə düşüncələr hamısı sizin özünüzlə bağlıdır. Yəni əslində o siz özünüzsüz, o beyninizdə düşünənləri edə biləcək kəs. O əslində siz özünüzsüz, işinizdə hələ də tam potensialını açmayan, o elə siz özünüzsüz, hələ də istədiyi nöqtədə olmayan. Və qızlar, nə qədər tez bunu anlasanız, o qədər hər şey çox yaxşı olacaq. Həm münasibətlərdə xoşbəxt olacaqsınız, həm yaxşı qazanacaqsınız. Və əgər mən deyənlərlə bugün biraz da olsa razılaşırsınızsa, istəyirəm komandam sizlərə kömək eləsin artıq ki, siz də öz potensialınız üzərinizdə işləyəsiniz, artıq bu kişilərə yatırım etməyi dayandırasınız və gözləməyi və potensial aşiqi olmağı. Mənim beynəlxalq sertifikatlı coachlar hazırladığım proqram başlayır. Bu proqram sadəcə bir neçə dəfə olur. Sizi də dəvət edirəm.